Salam değerli izleyiciler, Əziz kanalımızın abunəçiləri, növbəti super təmirli bir mənzildə qarşınızdayıq. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində 77 nömrəli avtobuzun son dayanacağına yaxın yeni tikili 18 mərtəbəli binanın 17-ci mərtəbəsində qanuni 3 otaq 135 kvadrat ümumi sahəyə malik super təmirli, təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə olunmuş Kufcalı bir mənzili sizlərə təqdim edirik. Təmir zamanı qeyd edim ki, çox gözəl bir dizayndan istifadə olunaraq təmir olmuşdur. Yeni dəbə, yeni tərzə uyğun şəkildə təmir olmuş bir mənzillə sizin qarşınızdayıq. Təqdimatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Mənzil haqqında bütün təfərrüatları sizlərə qeyd edəcəm və videonun sonunda qiymət haqqında da məlumatı sizlərə qeyd edəcəm. Giriş qapımızı gördünüz. Giriş qapıdan koridor vasitəsilə mənzilin otaqlarına daxil olursunuz. Və neoklasik və modern tərzin qarşılığı vəhdətdə olan bir mənzil. Divarlarda bahalı emulsiya və lifkalardan istifadə olunub, döşəmə qranit mərmər və istifoldan ibarətdir. Sol tərəfdə belə bir saxlanç hissə mövcuddur. Baxın, ilk öncə sağ hissədən doğru mən sizə mənzili təqdim edəcəm. Burada mənzilin uşaq yataq otağı yerləşir. Birinci yataq otağıdır. Gün düşən mənzildir, qarşısı açıqdır, qarşısının heç bir maneə kəsmir. Qazı, suyu, işığı daimidir. Döşəmə otaqlarda bambukdan istifadə olunaraq təmir olunub. Qapılar keyfiyyətli qapılardır. Burada mənzilin sanitar qovşağı yerləşir. Ümumi sanitar qovşağıdır. Lazım olan aksesuarlarla təmin olunub. Burada mənzilimizin qonaq otağı yerləşir. Belə bir gözəl, geniş qonaq otağı var əziz izləyicilərimiz. Baxın, bu şəkildədir. Belə bir geniş qonaq otağı var. Lazım olan bütün əşyalar quraşdırılmış şəkildədir. Mənzilin qarşısı açıqdır, şəhərə gözəl mənzərəsi mövcuddur. Qonaq otağını bu tərəfdən də sizlərə təqdim edin. Baxın, bu şəkildədir qonaq otağımız. Çox gözəl, zövqlə təmir olmuş və döşənmiş bir mənzildir. Tam yer çəkər mənzildir. Binada 2 sürətli lift, yeraltı dayanacaq mövcuddur. Burada mənzilimizin yataq otağı yerləşir. Baxın, belə bir geniş əsas yataq otağı yerləşir və əsas yataq otağından eyvana çıxmaq mümkündür. Baxın, bu şəkildə belə bir yataq otağı var. Və yataq otağının daxilində geniş bir qardırob hissə var əziz izləyicilərimiz. Baxın, burada da çox göstərməyəcəm. Baxın, belə bir geniş qardırob hissə var. Ara kəsmə ilə bağlanır. Güzgü şəkildədir. Baxın, bu şəkildədir. Belə bir qardırob hissə mövcuddur. Və yataq otağından eyvana çıxış var. Orada da bir söhbətgah düzəlib. İstilik sistemi fərdi olaraq qeyd etdiyimiz kimi kombidir və otaqlarda batareyalar tam şəkildə yerləşdirilib. İndi isə keçək mənzilin mətbəx hissəsini sizlərə təqdim edəcəm. Burada isə mənzilimizin mətbəx hissəsi yerləşir. Baxın, bu şəkildədir mətbəx hissəmiz. Kvadrat ölçüyə malik mətbəx hissə mövcuddur. Lazım olan bütün mebel avadanlıqları qurulu şəkildədir. Baxın, bu şəkildə. Kvadrat ölçülü, keyfiyyətli materiallar əsasında düzəlmiş, qurulmuş mətbəx hissə. Bu mənzilin əsas mətbəxidir. Döşəmə qranit mərmər və döşəmədən ibarətdir. Və mənzilin əlavə olaraq da bir yay mətbəxi, eyvanda hissədə yay mətbəxi yerləşir. Baxın, buradan çıxırıq eyvan hissəyə. Baxın, belə bir eyvan hissə var. Və burada belə bir əlavə olaraq yay mətbəxi kimi də düzəldib ev sahibi. Çox funksional bir evdir. Baxın, bu şəkildə paltaryanı falan da buraya yerləşdiriblər və burada eyvanda kombi üçün şkaf falan da yerləşdirilir. Yəni, hər bir rahatlıq ev sahibi tərəfindən düşünülərək təmir olmuşdur. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi. Albalı uşaq bağçasının yaxınlığında 77 nömrəli avtobusun son dayanacağına, 211 nömrəli avtobusun dayanacağına yaxın yeni tikili 18 mərtəbəli premium bir binanın 17-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq 135 kvadrat ölçülü mənzildir. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcı ilə danışmaq mümkün olacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.